25 may blok imtahanından maksimum nəticə əldə etmək istəyən abituriyentlərimiz üçün Azərbaycan dili fənni üzrə çətin tipli sualların izahı ilə davam edirik. Əgər bu tipli izahlarla daha çox tanış olmaq istəyirsinizsə, videodan sonra kanalımıza nəzər yetirə bilərsiniz. 7-ci sualla başlaya bilərik. Cədvələ əsasən düzgün uyğunlaşdırmanı müəyyən edin. Eyni nitq hissəsinə aid amonim sözdür və müxtəlif nitq hissələrinə aid amonim sözdür. Qovaq sözü yoldaşlar, gəlin baxaq. Qovaq ağacı var və arı qovağı var. Bu baxımdan da qovaq sözü eyni nitq hissəsinə aid amonim hesab olunur. Tər sözü təzə, tər mənasını daşıyır, sifətdir və bir də insanın təri, bu zaman isimdir. Bu baxımdan iki müxtəlif nitq hissələrinə aid amonim olduğu üçün götürə bilmərik. Kadr sözü hər hansısa bir görüntüdən kadrlar və işçi kadrları, hər ikisi də isimdir. Bu baxımdan üçü də götürə bilərik. Müxtəlif nitq hissələrinə gəlin nəzər yetirək. Hey sözü. Hey sözü çağırış nidası kimi işlənə bilər və hey güc kimi işlənə bilər. Məsələn, ayaqlarımın heyi, gücü, taqəti qalmayıb. Bu zaman isim olur və belə olanda müxtəlif nitq hissələrinə aid amonim sözdür. Kamera sözü həm biologiyada işlənir, həmçinin də bildiyimiz çəkiliş üçün kamera. Bu zamanda hər ikisi də eyni nitq hissəsi isim hesab olunur. Parça sözü də eyni nitq hissələrinə aid amonim sözdür. Parça hissə kimi və material kimi. Bu baxımdan yoldaşlar götürə bilərik 1-i, 3-ü və 4-ü. Doğru cavab A variantı olacaqdır. Hansı əvəzlik bütün cümlə üzvləri vəzifəsində işlənə bilir? Söhbət biz əvəzliyindən gedir. Məsələn, biz gəldik dedikdə biz əvəzliyi mübtəda olur. Bu bizimdir dedikdə biz əvəzliyi xəbər olur. Bizə gəl deyəndə bu zaman zərflik olur. Bizi gördü dedikdə tamamlıq olur. Bəs təyin olaraq necə işlətmək olar? Gəlin fikir verək. Məsələn, deyərik ki, bizim müəllim gəldi. Bu zaman bizim sözü təyin kimi çıxış edə bilər. Doğru cavab oldu D variantı. Davam edirik 9-cu sualla. Eyler-Venn diaqramının kəsişmə hissəsinə yazmaq olmaz. Müəyyən şəxsli cümlə və şəxssiz cümlə. Xəbər əsasında formalaşır. Bəli, müəyyən şəxsli cümlə də şəxssiz cümlə